əziz izləyicilər, APA TV efirində APAMED verilişinə baxırsınız. Uşaq sahibi olmaq arzusu bir çox insan üçün həyatın ən böyük istəyidir. Bugün sonsuzluğun səbəbləri, qadın və kişidə rast gəlinən problemlər, eləcə də müasir tibbin təqdim etdiyi ümidverici yollar haqqında danışacağıq. Əgər siz də valideyn olmaq ümidi ilə yaşayır və cavablar axtarırsınızsa, bu dəfəki buraxılış sizin üçündür. Mövzu ilə əlaqədar studiyamızın qonağı, Mərkəzi Klinikanın Mamalıq və Ginekologiya şöbəsinin müdiri, əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Mahirə İsmayılovadır. Mahirə xanım, xoş gəlmişsiniz. Salam, xoş gördük. Necəsiz? Sağ olun, təşəkkür edirəm. Çox sağ olun. Mahirə xanım, uşaq sahibi ola bilməyən cütlüklər üçün səbəblər müxtəlifdir. Bəs qadın və kişi sonsuzluğunun əsas tibbi səbəbləri nələrdir və bu sahədə yeni tendensiyalar varmı? Ümumiyyətlə, son illər baxmayaraq ki, yeni innovativ müalicə üsulları təklif olunur və müxtəlif protokollar yəni təklif olunur mütəxəssislər tərəfindən, amma qadın və kişi sonsuzluğu yəni azalmır. Və təqribən bugün dünyada cütlüklərin 15-20% bu problemlə üzləşir. Qadın və kişi sonsuzluğu biz dedikdə, mən onu deməliyim ki, ümumiyyətlə statistika göstərir ki, kişi sonsuzluğu artır. Yəni, əgər biz əvvəl deyirdiksə, deyək ki, qadın sonsuzluğu təşkil edir 40-45%, kişi sonsuzluğu 35-40%, indi tamamilə fərqlidir. İndi 45-50% kişi sonsuzluğun üzərinə düşür, 40-45% qadın sonsuzluğuna, 10-15% də həm müştərək ya da ki, səbəbi bilinməyən sonsuzluq olur. Yəni ki, qadın və kişini müayinə etdikdə görürsən ki, belə bir ciddi problem yoxdur, amma ki, ailədə də uşaq yoxdur. Yəni, son tendensiya belədir ki, kişi sonsuzluğu artmaqdadır və kişi sonsuzluğun da mürəkkəb formaları artmaqdadır. Və elə mürəkkəb formaları artır ki, onları bilirsiniz ki, bugün sonsuzluğun müalicəsində ən müasir üsul ekstrakorporal mayalanmadır. Hətta ekstrakorporal mayalanmanın klassik formasını, yəni adi formasını tətbiq etdikdə kişi sonsuzluğunun bəzi mütəxəssislər öhdəsindən gələ bilmirlər və yeni, orada innovativ, yeni texnologiyalar tətbiq etdikdə o zaman öhdəsindən gəlmək olur. İnsanlar düşünür ki, ailə qurmaq üçün heç vaxt gec deyil. Bəs buna bədənimiz nə deyir? Bədənimiz də bu fikirlə razıdırmı? Qadın və kişinin yaşı, ümumiyyətlə süni mayalanmaya necə təsir edir? Təbii ki, həm qadın üçün, həm kişi üçün reproduktiv deyirik yaş var da. Reproduktiv yaş, yəni nəsil vermə qabiliyyəti olan yaşdır. Qadınlar üçün 35 yaşa qədərdir. Yəni, ən təbii yolla hamilə qalmaq istəyirlərsə və bunun üçün bir əngəl yoxdursa, 35 yaşa qədər ən əlverişli reproduktiv yaşdır. Kişilər üçün biraz bu çoxdur, 45 yaşa qədərdir reproduktiv yaş. Amma həm təbii yolla, həm də ki, ekstrakorporal mayalanma, biz süni mayalanma termini istifadə etməyək, çünki xəstələr çox vaxt elə düşünür ki, süni mayalanma dedikdə başqa insanların hüceyrələrində istifadə olur, ya bu belə deyil. Onun adı ekstrakorporal mayalanmadır. Ekstrakorporal mayalanma üsulunda da yaş çox önəmlidir. Çünki yaş artdıqca yumurtalıq qadınlarda rezervi azalır. Yəni, yumurtalıqlarda bilirsiniz ki, follikullar vardır. Yəni, bizim pasientlərimiz və ya da izləyicilərimiz yəqin ki, yəni, bu haqda məlumatları var ki, qadın necə hamilə qalır? Yumurtalıqda hər ay bir follikul yetişir. Bu follikul içində bir hüceyrə olur. Adətin 12-ci, 13-cü günü follikul çatlayır və bu hüceyrə sərbəstləşir və uşaqlıq borusuna düşərək orada mayalanma prosesində iştirak edir. Ekstrakorporal mayalanmada da təbii ki, ən yaxşı reproduktiv yaş 35 yaşa qədərdir. Bundan əlavə, yaşa dolduqca yumurta hüceyrələrində genetik qocalma nəticəsində həm də mutasiyalar yəni baş verir və bunun da nəticəsində inkişafdan qalma hamiləliklər ehtimalı daha yüksək olur. Bundan əlavə statistikada onu göstərir, həyat da onu göstərir ki, daha iləri yaşlarda, yəni daha 35 yaşın üstündə hamilə qalan qadınlarda genetik dəyişikliklər baş verdiyinə görə xəstə uşaqların doğulma, yəni xromosom mutasiyaları olan uşaqlar
uşaqların doğulma ehtimalı daha yüksəkdir. Kişilərdə isə bu 45 yaşın üstündədir. Yəni ki, həm sağlam nəsil vermə baxımından, həm daha tez ekstrakorporal mayalamada nəticə əldə etmək baxımından qadınlarımız çalışmalıdır ki, bu prosesə 35 yaşına qədər getsinlər. Çünki təəssüflər olsun ki, ailə qurulur, bir sonsuzluq baş verir və xəstəyə ekstrakorporal mayalanma göstərişdir. Amma hələ də qadın ümid edir ki, təbii yolla hamilə qalacaq. Nəticədə müalicələr, lazımsız müalicə illərlə gedir və artıq yaş keçir. Uşaq dünyaya gəlməmişdən əvvəl artıq onun sağlamlığı barədə məlumat almaq mümkündür. Bəs embriyolara genetik test nə zaman aparılır və bu nəticələrə necə təsir edir? Sizin sualınız preimplantasyon genetik diaqnostika aiddir. Yəni implantasiya önü genetik diaqnostika aiddir. Mümkündür bugün bir çox genetik xəstəlikləri müəyyən etmək mümkündür. Deməli, indiki üsulla bu ekstrakorporal mayalama sırasında mümkündür. Yəni ekstrakorporal mayalanma sırasında bilirsiniz ki, biz folikulları bayaq qeyd etdiyim kimi yetişdiririk, onlardan hüceyrələri əldə edirik. Həyat yoldaşının spermləri ilə mayalanma gedir. Buna intersirkulatik sperm inyeksiyası deyilir. Nəticədə gəlir, əmələ gəlir embrionlar və biz bu embrionları inkubatorda izləyirik, böyümələrini izləyirik və onların içinə ən yaxşısını seçərək transfer edirik. Amma əgər biz istəyiriksə genetik sağlamlığını bilək, embrionun və yaxud da cinsiyyətini bilək, bu da mümkündür. Bu zaman biz onlara implantasiyanı genetik təhlil aparırıq. Bu nə deməkdir? Mikroskop altında xüsusi lazer vasitəsilə embrionun üzərində bir dəlik açılır və orada hüceyrə əldə edilir. Əgər biz 3-cü gün embrionu bicidi eləmək istəyiriksə, bir hüceyrə götürürük. Blast səviyyəsi, yəni 5-ci gün embrioları müayinə etmək istəyiriksə, artıq orada bir neçə hüceyrə götürülür və bunlar sınaq şüşəsinin üzərinə fiksasiyada genetik laboratoriyaya göndərilir. Və genetik laboratoriyada artıq bu genetik xəstəliklərin bu embrionda olub-olmadığını müəyyən etmək olar. Və bu üsulla 500-dən çox xromosom xəstəliyi və 6000-dən çox monogen xəstəlikləri, yəni görün nə qədər çox xəstəlikləri müəyyən etmək olar. Və beləliklə, yəni genetik laboratoriya bizə deyir ki, bu nömrəli embrion genetik xəstədir, bu birisi sağlamdır və biz onların içindən sağlamını seçərək uşaqlığın içinə transfer edirik və beləliklə təbii ki, biz daha sağlam embrionu, yəni hamilə qalmaq şansı xanım əldə edir. Təbii ki, bu kimin üçün daha göstəriş var bunlar üçün? O xanımları ki, onlarına çoxsaylı, onlar bizə müraciət etdikdə deyirlər ki, çoxsaylı bizdə inkişafdan qalmalar olur. Çünki inkişafda qalmaların əsas səbəbi xromosom mutasiyası olur. Yəni embrionda bir genetik patologiya olur ki, embrion inkişafdan qalır. Bu qadınlara göstərişdir. Yenə yaşa gəlirik. 35 yaşın üstündə xəstə bizə müraciət edirsə, o xəstəyə də göstərişdir implantasiya önü genetik diaqnostika. Bundan əlavə, əgər ailədə deyək ki, xəstə uşaq varsa, nəsildə xəstə uşaq varsa, qan qohumlu nigahdısa, bu xəstələrə göstərişdir ki, preimplantasyon, yəni implantasiya önü genetik diaqnostika aparmaq. Amma deyək ki, xəstə hamilə qalır və hamilə müraciət edir, bunun üçün də prenatal diaqnostika mövcuddur. Prenatal diaqnostika artıq hamiləlik dövründə genetik təhlilin bətin daxili dölün aparılmasıdır. Ya biz bunu 11-ci, 14-cü həftələr arasında CVS vasitəsilə icra edirik. Yəni plasentada xorion xovlarından bir biopsiya götürürük və yaxud da ki 15-ci, 16-cı həftədə invaziv sulardan amniosentez, yəni dölyanı mayadan örnək götürürük. Amma son illər daha yeni bir üsul tətbiq edilir və daha təhlükəsizdir. Non-invaziv prenatal test, o da 10-cu həftədən başlayaraq artıq orada qandan, yəni maternal qandan, ana qanından örnək götürülür və onun əkilməsindən, yəni ki, genetik laboratoriya təhlilindən müəyyən etmək olar ki, bətin daxili döldə bir genetik xəstəlik var ya yox. Yəni bu yeni texnologiyalar artıq geniş istifadə olunur. Sonsuzluq deyəndə ancaq qadınlar hədəf alınır da.
Bəs kişi sonsuzluğu embrioların genetik sağlamlığına nə dərəcə təsir edir? Bu barədə danışaq. Bayaqları mən sizə qeyd etdim ki, ümumiyyətlə illərlə kişi sonsuzluğu həqiqətən də artıbdır. Bunun istiqamətdə həm tədqiqatlar aparılır. Yəni bu təkcə Azərbaycanda, ümumiyyətlə bütün dünyada, bütün ölkələrdə bu tendensiya vardır. Və təbii ki, mən qeyd etdiyim kimi kişi sonsuzluğun çox mürəkkəb formaları var və bu formalarda həm də deməli embrioların durumuna da, keyfiyyətinə də çox ciddi təsir göstərir. Yəni patozospermiya dediyimiz bir anlayış var. Yəni sperm eyakulyatında patoloji dəyişikliklər və bu patoloji dəyişikliklər keyfiyyətinin dəyişməsi, morfoloji dəyişməsi var. Deməli sperm eyakulyatının eyni zamanda hətta spermanın genetikasında, sperm fiş analizindən biz müəyyən edə bilirik. Bu dəyişikliklər həm hamilə qalmaq üçün şəraitin olmamasını, yəni hamilə qalmağa çox mənfi təsir göstərir. Yəni maylanma ümumiyyətlə getmir və yaxud da ki, maylanma baş verərsə, embriolarda genetik qüsurlar daha yüksək olur. Təbii ki, bilirsiniz, spermlərin bu bir çox səbəblər var ki, hansılar ki, buna gətirir. Burada söhbət tək yaşdan getmir. Hətta deyək ki, çox ciddi bir varikoseli varsa xəstədə, bu da təsir edə bilir. Bundan əlavə, ümumiyyətlə, həyat tərzi də spermin keyfiyyətinə təsir göstərir. Yəni ki, əgər xəstə çox ciddi siqaret çəkirsə, içki yəni qəbul edirsə, başqa maddələrdən istifadə edirsə, bu xəstələrdə sperm keyfiyyəti ola bilər sayı, hərəkəti hətta yerində olsun, amma keyfiyyəti dəyişir. Biz buna DNA fraqmentasiya deyirik. Yəni ki, spermatozoidin DNT-sində bir qüsur baş verir və bunun nəticəsində bu spermdən mayalanan embrionda genetik bir dəyişiklik baş verir və xəstə embrion olur. Bu ya hamiləlik baş verir, ya da hamiləlik baş verərsə inkişafdan qalma baş verir. Buna görə də yəni əgər bir ailədə evlad istənilirsə, burada təkcə qadın müayinə və müalicə almamalıdır. Yəni burada mütləq həyat yoldaşı müayinə olunmalıdır, müalicə olunmalıdır, zərərli vərdişlərdən uzaq olmalıdır. Hər hansı bir cinsi yolla keçən xəstəliklər varsa, onlar ciddi və düzgün müalicə olunmalıdır ki, belə fəsadları, yəni fəsadlarla qarşılaşmasınlar. Bəzən mühit hər şeydir. Uşaqlığın daxili mühiti endometriya, embrioların yerləşməsi və inkişafı üçün nə qədər vacib rol oynayır? Ümumiyyətlə sizə belə deyim ki, son elmdə də inkişaf gedir bu deməli istiqamətdə. Mikrobiomun öyrənilməsi. Mikrobiom nə deməkdir? Yəni hər bir orqanda bir mühit olur. Və bilirsiniz ki, orada elə mikroorqanizmlər var ki, onlar lazımlıdırlar. Yəni, o mikroorqanizmlər olmasa belə o mühit düzgün formalaşmır, yəni və öz funksiyasını yerinə yetirmir. Və o qadınlarda ki, onlarda bəzən bilirsiniz, o ekstrakorporal mayallanma üçün baxırsan ki, qadın üçün bütün hər bir şeydən müayinə olunubdur. Yəni, uşaqlıq boruları müayinə olduğu bir problemi yoxdur. Yumurta hüceyrələri yaxşıdır, yumurtalıq rezervi yaxşıdır. Embrionlar yəni həyat yoldaşında bir problem yoxdur. Hazırladığımız embriolar yaxşıdır, amma biz sonda bu embrioları uşaqlığın içinə yerləşdiririk və uşaqlığın içində olan mühit çox önəmlidir. Yəni, o mühitə artıq biz, belə deyim, təsir edə bilmir o anda. Yəni, orada nə olmalı, nə proses getməlidir? Uşaqlığın içində embrion uşaqlığın iç divarına, yəni endometriyaya nidasiya, implantasiya olmalıdır, yəni yapışmalıdır və orada çox mürəkkəb bir proses gedir. Ana orqanizmlə uşaq orqanizmi, embrionun arasında bir bağlar yaranır, damarlardan ibarət və
daha sonra onun inkişafı həmin uşaqlığın içində olan, divarında olan proseslər hesabına baş verir. Mən sadə dillə izah eləməyə çalışıram. Amma bəzən görürsən ki, uşaqlığın içində endometriyada elə bir proses olur ki, sən onu ultrasəs müayinəsindən görə bilmirsən və bu proses implantasiyanı mənfi təsir göstərir. Yəni, biz çox gözəl bir embrionu qoyuruq, amma ki, implantasiya baş vermir və bu zaman biz təbii ki, uşaqlığın iç divarını yoxlamalıyıq. Endometri nə deməkdir? Uşaqlığın iç qatıdır və onun durumundan, onun qalınlığından, onun vəziyyətindən bizim bütün bu ekstrakorporal mayalanmada elədiyimiz proseslər, yəni yumurtalıqlarımızda folikulların yetişdirilməsi, yumurta hüceyrələrinin əldə edilməsi, embrioloji laboratoriyada mayalanma prosesi, bu embrioların seçilməsi, hətta ona genetik işləm, baxın nə qədər böyük bir və məsrəfli iş aparılır. Amma bunun son anında biz embrionu uşaqlığın içinə yerləşdirir və əgər uşaqlığın içində bir problem varsa, bütün bu elədiyimiz proses, bütün bu əziyyət üstündən bir xətt çəkilir. Ona görə endometri içində olan o durum çox vacibdir. Bu xəstələrə biz mütləq ekstrakorporal mayalamadan öncə histeroskopiya məsləhət görərik. Yəni, uşaqlığın iç divarlarının xüsusi kamera vasitəsilə yoxlanılması. Çünki bu anda biz 6 dəfə böyüdüyümüz şəkil, yəni düşünün bir mikroskop altında uşaqlığın iç divarlarını biz yoxlayırıq. Bəzi informasiyanı biz bu histeroskopiya vasitəsilə əldə edə bilirik. Orada əgər poliplər varsa, siniyekalar, bitişmələr varsa, biz onları aradan götürürük. Uşaqlığın içində deyək ki, bir miyomatoz, kiçik bir düyün ola bilər, o da əngəlləyə bilər implantasiyanı. Onu bu üsul vasitəsilə əməliyyat edə bilirik. Amma bəzən olur ki, uşaqlığın içi gözlə görünən normal olur, amma yenə də implantasiya baş verir və bu zaman biz mikrobiom haqqında düşünməliyik. Və bugün dünyada çox yeni texnologiyalar vardır və uşaqlığın içindən təqribən az bir miqdarda bioptat götürülür, yəni bir material götürülür və o genetik laboratoriyaya göndərilir və genetik səviyyədə multipleks zəncirvari polimeraz reaksiyası ola bilər, 16S RNA deməli vasitəsilə ola bilər, yəni NGS bir sözlə vasitəsi ola bilər. Bu NGS vasitəsilə bunun açıqlaması Next Generation Sequencing edir. Yəni çox paralel olaraq sekvenləşmə, yəni çox mürəkkəb bir proseslə uşaqlığın içində olan endometriyada olan dəyişiklikləri biz genetik səviyyədə görə bilirik. Mahirə xanım, siz də təsdiqləyirsiniz ki, sünni mayalanma sahəsində proseslər sürətlə dəyişir. Bəli. Qarşıdakı 5 ildə hansı yeni texnologiyalar valideynlərə övlad sahibi olmaq ümidini daha da artıra bilər? Bəli, elm, tibb elmi də çox sürətlə inkişaf edir və bugün dünyada çox yəni yeni texnologiyalar vardır. O cümlədən də ekstrakorporal mayalama sahəsində. Siz bilirsiniz ki, süni intellekt bir külək kimi bizim həyatımıza girdi, bir sıçrayış baş verdi və süni intellekt vasitəsilə də bəzi yeniliklər vardır ekstrakorporal mayalamada. Yəni valideyn olmaq arzusunda olan izləyicilərimizə bunu xüsusilə demək istəyirəm ki, bilirsiniz ki, biz bayaqları danışdıq ki, embrioloji laboratoriyada ekstrakorporal mayalama sırasında biz qadından aldığımız hüceyrələrin ən yaxşısını seçməyə çalışırıq. Amma bunu kim seçir? Bunu insan seçir, yəni embriolog seçir, laboratoriyada işləyən bir mütəxəssis seçir və təbii ki, o mikroskop altında seçir müəyyən parametrlərə görə, məsələn, o ayırır ki, bu yumurta hüceyrələri yaxşıdır, bunlar isə yaxşı deyil, yəni orada parametrlər vardır. Və yaxud da embrioları transfer üçün, deyək ki, 10 dənə embrionu var xəstənin, bu 10 dənə embrionu biz cəmsi ikisini seçməliyik ki, uşaqlığın içinə transfer etmək üçün. Yəni bunu kim seçir? Bunu seçir insan, yəni mütəxəssis, mikroskop altında müəyyən parametrlərə görə. Amma insan faktoru bilirsiniz ki, bir individualdır, fərdidir və orada təbii ki, subyektiv olduğu üçün səhvlər ola bilər.
İndi isə yeni proqramlar vardı süni intellekt vasitəsilə. Yəni o proqramlar vasitəsilə yumurta hüceyrələri hansı ki artıq biz xəstədən almışıq, o proqramlar şəkilləri çəkilir və süni intellektə proqramına daxil edilir və onu çox saylı interpretasiyaların edərək məhz hansı yumurta hüceyrəsi daha keyfiyyətlidirsə, onu bizə göstərə bilir. Bu proqramlar var. Məsələn, Vitrolife-ın, Merck-in, Organonun şirkətlər var. Onlar artıq bu proqramları təklif ediblər. Eyni zamanda həmin bu proqramlar, süni intellekt proqramları vasitəsilə ən keyfiyyətli embrionu seçmək olur. Yəni, yenə də şəkil çəkilir. İnterpretasiya bu şəkillər süni intellektə daxil edilir və o interpretasiya vasitəsilə hansı embrionu məsləhət verir ki, mütəxəssislərə ki, bu embrioları siz transfer etsəniz daha yaxşı ola bilər və görünüb ki, süni intellekt vasitəsilə seçilən embriolar yerləşdirilməsində hamiləlik şansı 25-30 dəfə daha yüksək olubdur hamiləlik göstəriciləri. İkinci, non-invaziv prenatal testlər biz bayaqları danışdıq. Yəni ki, ana bətnində genetik xəstəliklərin biz invaziv üsullarla mən dedim ki, maye filan, yəni dölyanı mayədən ördək götürürük. Bu haqda danışdıq, amma onun üsulları, non-invaziv prenatal üsullar da var. Yəni ana qanından, damarından qan götürülüb, o qan müayinə edilərək dölün, bətn daxili dölün xəstə olub olmadığı və yaxud da hansısa bir genetik xəstənin daşıyıcı olub olmadığı da məlumat veririk. Non-invaziv testlər artıq embriologiyada da istifadə edilir. Bu nə deməkdir? Bilirsiniz ki, embriolar müəyyən mühitdə böyüyürlər. Onun ətrafında belə deyək, mayeli bir mühit olur. Həmin mühitdən örnək götürülərək genetik laboratoriyaya göndərilir və bizə həmin genetik laboratoriya artıq məlumat verir ki, baxın, bu 5 embriondan bu ikisi genetik sağlamdır, amma o üçü genetik qeyri-sağlamdır. Və biz bunları seçib. Yəni, bu yeni bir non-invaziv testlər, implantasiyalı genetik testlər artıq təqdim olunur və istifadə olunur. Və təbii ki, bu tendensiyalar, bu texnologiyalar inkişaf etməkdə davam edir. Siz yəqin ki, xəbərlərdən də oxudunuz ki, Peruda texnologiya vasitəsilə bir uşaq dünyaya gəlibdir. Əslində onu araşdıranda biz görürük ki, orada yetişməmiş o asitləri, yəni qadın hüceyrələri istifadə olunubdur. Bu nə deməkdir? Normalda biz adətin ikinci gündən başlayaraq xanımları süni məlumat prosesinə aldıqda folikul yetişdiririk və biz istəyirik bu folikular bir 10-12 günə normalda qadında yetişir və bu prosesdə də elədir. Bu 10-12 gün ərzində bu folikullar 2 sm, yəni 20 mm çatır. Daha sonra biz çatlatma iynəsi verir, vena daxilinin hissi altında bu folikulların içində yumurta hüceyrələrini xüsusi iynə vasitəsilə əldə edirik. Amma elə qadınlar var ki, onlarda yumurtalar rezervi zəifdir və onların yumurta hüceyrələri heç cür folikulları bu dövr, yəni böyümürlər 2 sm-ə qədər. Və yaxud da elə qadınlar var ki, onlara uzun müddətli hormonal stimulyasiya, yəni bu hüceyrələri əldə etmək üçün biz xüsusi dərmanlar veririk. Amma xəstəyə deyək ki, əks göstəriş, yəni uzun müddətli stimulyasiya etmək. Bax, bu xəstələrə həmin o Ferti üsulu belə adlanır, təklif olunur. Bu xəstələrdə çox qısa bir stimulyasiya və az dozada dərmanla, təqribən 7 gün stimulyasiyada bu folikula 12 mm, 14 mm çatdıqda, yəni tam yetişməmiş halda onlardan bu yumurta hüceyrələri əldə edilir. Daha sonra isə onlar xüsusi mühitə yerləşdirərək bir neçə gün artıq laboratoriya şəraitində böyüdürürlər. Ondan sonra artıq onlara mayalanma, yəni spermatozoidlə onlar mayalandırırlar. Bu da yeni bir texnologiyadır və bu maraqlıdır. Yenə deyirəm, o yaşı biraz 35 üstündə olan xanımlarımıza ki, yumurta rezervi zəifdir, bu xəstələrə bu daha maraqlıdır. Mahirə xanım, bir də qohum evliliklərindən danışmağınızı istəyəcəm. Bu mövzu haqqında nə qədər danışılsa da, məlumatlanma olsa da, yenə də bu evliliklər baş verir. Bəs bu evliliklərdən yaranan uşaqlarda hansı genetik risklər olur?
Ümumiyyətlə bilirsiniz ki, qan qohumlu nigahlar, yəni ki, burada əmi qızı, əmi oğlu, dayı qızı, bibi oğlu və belə, yəni yaxın qohum nigahlarda həm sonsuzluqla onlar üzləşə bilirlər. Çünki onlar ola bilsin ki, elə genlərin daşıyıcıları olurlar ki, bu genlər birləşəndə elə bir patologiya olur ki, o embrion yaşama qabiliyyəti olmur. Yəni o maylanan kimi də məhv olur. Yəni bu xəstələrdə həmişə onlar deyirlər ki, bizdə testdə göstərir doktor, amma sonra da yəni mən adət oluram, yəni 2-3 gündür. Buna nə deməkdir? Bura preembrionik belə itki demək, yəni çox erkən itki deməkdir. Bundan əlavə təbii ki, bunların bilirsiniz ki, hər bir deməli insan genlərin bir qismini atadan, bir qismini anadan götürür və əgər nəsildə qohum nigahlar varsa və çox vaxtda bilirsiniz necə olur, tək bu yeni evlənənlər qohum deyil, onların hətta valideynləri də bəzən yəni qohum olurlar. Mən təcrübədən bunlar belə cütlüklərlə çox rast gəlirəm. Təbii ki, bu xəstələrdə, bu insanlarda, bu pasiyentlərdə xəstə uşaqların doğulma ehtimalı yüksəkdir. Genetik xəstəliklərin daşıyıcılığı çox yüksəkdir. Onlar da artıq növbəti nəslə bunları ötürürlər. Əgər mən xatırlayıram ki, deyəsən 2024-cü ilin iyun ayında bizim Milli Məclis qan qohumları nigahını qadağan edilməsi ilə bağlı bir qərar qəbul etdi. Amma 2025-ci ilin 1 iyulundan bu qüvvəyə yəni girəcəkdir və 2025-ci 1-ci iyuldan sonra artıq bu nigahlar qeyri-qanuni sayılacaqdır. Amma mən sizə onu da deyim ki, təcrübə onu göstərir ki, bizim ailələrimizin bir qismi, hətta deyərdim bir çox qismi qanuni nigaha girmirlər. Yəni çox vaxt kəbin nigahı olurlar və mən düşünürəm ki, bu yenə də davam edəcəkdir və burada qadağan oluna bilər. Təbii ki, bu da bir effekti olacaqdır. Amma mən düşünürəm ki, ən doğru bunun yolu maarifləndirməkdir. Yəni insanlara izah eləmək lazımdır ki, sizdə qan qohumlu nigah nəticəsində hansı fəsadları sizə gözləyə bilər. Ən çox rast gəlinən xəstəliklər hansıdır? Talasemiya, siz bilirsiniz, Azərbaycan endemik zonadır və əgər ər və arvad bu xəstəliyin daşıyıcıdırlarsa, onların evladlarının 50% daşıyıcı ola bilər. Bu 25% sağlam, 25% isə xəstə ola bilər. Eyni də mukovissidozlardır, bu ağciyər problemləri olan yəni xəstələrdədir. Fenilketonuriyadır, bu da çox ciddi fəsadlara gətirib çıxarır. Yəni bir çox genetik xəstəliklər var ki, orada qohum nigah bu xəstəliklərin ortaya çıxmağına çox ciddi bir təkan verir. Yəni artıq nigah varsa, o insanlara bizim həkimlərin tövsiyəsi odur ki, hamiləlik planlaşdırmadan öncə, yəni və yaxud da planlaşdırdıqda mütləq həkimlərlə bununla bağlı bir konsultasiya etsinlər, bir məlumat alsınlar. Bu xəstə uşaqların doğulmasının qarşısının alması mümkündür? Mümkündür. Mümkündür. Necə? Yəni ki, əgər belə bir ehtimal varsa, bunu necə bilmək olar? Çox vaxt bilirsiniz, xəstələr bizə müraciət etdikdə adi bir karyotip yoxlayırlar. Karyotip nə deməkdir? Yəni hər bir insan bilirsiniz 46 xromosomun daşıyıcısı. Yəni qadınlarda bu 46X olur, kişilərdə 46XY olur. Və qohum nigaha daxil olan cütlükləri çox təəssüf olsun, bəzən elə tövsiyə olunur ki, bu analizi verdiniz, yetərlidir. Yox, bu yetərli deyil. Çünki bu yalnız sizin xromosom topluğunuzu göstərir. Yəni zaten sizə baxdıqda da bəllidir ki, sizdə 46X-dir ya da 46XY-dir. Yəni fenotipik olaraq siz fərqlənmirsiniz. Yəni o patologiyalarında çox vaxt fenotipik də olaraq onlar dəyişir. Əsas burada söhbət qan qohumlu nigahlarda genlərdə gedən, yəni xromosomların içində minlərlə genlər var və o genlərdə
mutasiyalar ola bilər və sizdə xəstə uşağın doğulması məhz oradan qaynaqlana bilər. Bunu yoxlamaq mümkündür, bəli, bunu da yoxlamaq mümkündür. Bu analizin adı Exon gedilir ya da VES gedilir. Yəni bu daha pasientlər bu dildə, yəni bu sözlərlə bilirlər. Bu nə deməkdir? Burada qan götürülür. Həm qadından, həm kişidən və bütün genlər onlarda yoxlanılır. Və bu genlər yoxladıqda artıq xəstəyə interpretasiyası ondan ibarətdir. Deyilir ki, sizin, baxın, belə formada xəstə uşaqlarınız ola bilər. Və siz bu risk varsa, siz artıq mütləq, deyək ki, əgər istəmirsinizsə xəstə uşağınız olsun, ekstrakorporal mayalama müraciət edə bilirlər. O mutasiyalar artıq axı bəlli olur. Ona görə də biz ekstrakorporal mayalama sırasında embrioları yerləşdirmədən öncə həmin bu cütlük üçün sağlam olmayan embrioların seçimini edirik. Yəni sağlam olan embrioları yerləşdiririk. Yəni demək istəyirəm ki, əgər qan qohumu nigahlar varsa, mütləq onlar exon analizi, yəni adi karyotipdən karyotip analizi deyil. Yəni o exon analizini verib, daha sonra isə artıq hamiləlik planlaşdırılmalıdırlar. Mahirə xanım, gəldiyiniz üçün təşəkkür edirəm. Bölüşdüyünüz məlumatlar faydalı olacağına inanırıq. Sağlam və xoşbəxt gələcəyin yolu doğru biliyə söykənir. Sonsuzluq bir yolun sonu deyil, doğru zamanda atılan addımlarla başlanğıc ola bilər. Hər sualın cavabı var, yetər ki, onu doğru ünvanda axtaraq. Apamed olaraq biz həmişə yanınızdayıq. Gələn görüşlərə dək.